Vakansiya ola-ola layiq əməkdaşının vəzifəsini yüksəldirməməsi. Səbəblər müxtəlif olur, amma bugün sırf bir səbəb üzərində dayanmaq istəyirəm. O da ondan ibarətdir ki, bəzən rəhbərlər layiq əməkdaşı ona görə vəzifəsini yüksəltmirlər ki, onlar bilirlər ki, əməkdaş həqiqətən də yaxşı işləyir, çox məhsuldardır. Bir çox proseslər, əksər proseslər ondan asılıdır və onlar düşünürlər ki, həmin əməkdaşın vəzifəsi yüksələrsə, onların idarə etdiyi struktur bölmədə proseslər ləngiməyə, zəiflik baş verəcək və axsamalar baş verəcək. Təbii ki, bu davranış yol verilməz və yanlış bir idarə etmə davranışıdır. Düzgün davranış nədən ibarətdir? Rəhbər heç zaman nə özünü, nə idarə etdiyi struktur bölməni bir əməkdaşdan, ən yaxşı əməkdaşdan beri asılı vəziyyətə salmalı deyil. O, maksimal dərəcədə əməkdaşların universal olmasına çalışmalıdır və tam buna nail olmaq mümkün olmasa da, o, digər əməkdaşları da inkişaf etdirməlidir və ən azı bu ədalətsizliyə, haçan ki, layiq əməkdaşı üçün vakansiya mövcuddur, o, həmin vəzifəyə keçirilmir ki, ondan işlər asılı olacaq, bu ədalətsizliyə yol verməməlidir. Düzgün və sağlam idarə etmənin bu və digər qaydaları ilə tanış olmaq istəyirsinizsə, bizim təlim və konsalting sessiyalarımıza qoşulmağa dəvət edirəm.